Əziz qız bürcləri və xüsusən də yüksələn bürcü qız olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir əziz qız bürcləri. Qız bürcləri xüsusən də yüksələn bürcü qız olanlar sizin üçün çox bərk bir dönəm idi. 2025-ci il 1 və 7 tutulmalarınız baş verib. Yəni ki, elə direkt sizin öz bürcünüzdə tutulmalar baş verirdi. Bu günəş və ay tutulmaları əminəm ki, biraz sizi bəlkə də yorub. Bir çox qız bürcü 2025-ci ildə özü ilə, görünüşü ilə ya da münasibətləri ilə bağlı transformasiyalar, dəyişimlər yaşadı və bu 2026-cı ildə də davam edir. Yəni ki, bu il ərzində 1-7 tutulmalarınız hələ də davam edəcək. Ona görə də ola bilər ki, evlənəsiz, ailə qurasınız ya da evliliyinizlə bağlı köklü böyük dərin dəyişimlər, transformasiyalar təcrübə edəsiniz. Ola bilər ki, əgər ailə istədiyiniz kimi evlilikdəysə, bitirəsiniz, əgər bitirməmisinizsə, ya da yeni bir münasibətə başlayasınız, ya da subaysızsa evlənəsiniz. Yəni, evlisinizsə münasibətinizdə dəyişim yaşansın. Bu mövzularda transformasiyalar özünü göstərə bilər. Bununla yanaşı da həm də birinci ev tutulmalarınız olacaq deyə xarici görünüşünüzlə bağlı transformasiyalar, dəyişimlər yaşaya bilərsiniz. Yəni seçimləriniz, özünüz, həyatınızla bağlı köklü böyük dəyişimlər yaşaya bilərsiniz. Yəni sizin öz bürclərinizdə baş verdiyi üçün tutulmalar sizə kökündən təsir edir. Bununla yanaşı bu il 12-ci və 6-cı evinizdə də tutulmalar olacaq. Bu isə iş həyatı ilə bağlı dəyişim yaşamanıza səbəb ola bilər. İş yerinizi dəyişdirə bilərsiniz, yeni bir işə keçə bilərsiniz. Sağlamlıq, diyet, günlük rutinlər, ev heyvanları kimi mövzularda da transformasiyalar yaşana bilər. Bunlardan biri ya da bir neçəsində dəyişim yaşaya bilərsiniz. Ola bilər özünüzə ev heyvanı alasınız, ya da bəlkə diyet, yeni bir qidalanma rejiminə keçərsiniz və bəlkə sağlamlıqla da bağlı bəzi şeylərdə dəyişimlər ola bilər, amma negativ düşünməyin. Bu sizin fərdi doğum xəritəniz və karmalarınızdan asılı olan bir şeydir və çox insan 6-cı evində tutulma olur. Yəni sağlamlıq cəhətdən narahat olmayın. Bununla yanaşı həm də sizin 12-ci ev tutulmalarınız başlayır. Ruhani, mənəvi, spiritual olaraq transformasiyaya keçirsiniz. Mənəvi olaraq çox köklü bir şəkildə dəyişə bilərsiniz. Həyata baxış bucağınız, fəlsəfəniz, şuur altınızda çox köklü dəyişimlər yaşana bilər. Ruhunuz ümumiyyətlə dəyişir, dönüşür, ortaya çıxır, yuxular xəbərçidir. Sizə qarşı edilən haqsızlıqlar cavabını tapır. Tanrı, yaradıcının ədaləti ilə tanış olursunuz. Yəni bir çox və ədalətin necə sizin istədiyiniz kimi işləyir, yoxsa başqa cür mü işləyir, bunu daha dərindən başa düşə bilərsiniz. Lakin biraz yorulacaqsınız. 12-ci ev tutulmalar psixoloji olaraq müəyyən qədər sizi yora bilər, sarsa bilər. Amma bu böyük bir transformasiyanın və dəyişimində xəbərçisidir. Mənəvi gücünüzün də ortaya çıxmağının bir xəbərçisidir. Bu ərəfədə Yupiter 11-ci evinizdədir ilin ilk 6 ayı, ilin ikinci 6 ayında isə 12-ci evinizə keçəcək. 2026-cı ilin ilk 6 ayında dostluqlarınızdan yana dəstəklənə bilərsiniz. Böyük şans qapıları sizin üçün açıla bilər. Uğurlar, nailiyyətlər, gözəlliklər, xoşbəxtliklər sizi tapa bilər. Daha şansınızın yüksək olduğu, sosial çevrənizdə çox daha populyar olduğunuz, dəstəkləndiyiniz gözəl və əyləncəli, maraqlı dönəmdəsiniz. Bununla yanaşı da həm də dostlarınızdan gözəl dəstəklər də ala bilərsiniz. Ondan sonrası Yupiter sizin 12-ci evinizə keçəcək. 2026-cı ilin ikinci 6 ayındasa ruhsallıq, spirituallıq, mənəviyyat daha çox gündəmdədir. 26-nın ikinci 6 ayında ruhani olaraq çox daha güclü qorunacaqsınız. Dualarınız daha sürətlə qəbul olacaq və mənəvi, ruhani olaraq inkişaf, dərin transformasiya təcrübə edə bilərsiniz. Bundan əlavə Saturn 8-ci evinizə keçəcək fevralın 14-də 2026-cı ildə. 7-ci evinizdən çıxacaq. 7-ci ev sizə çox təsir edirdi. Ona görə də 3 ildir ki, çəkdiyiniz bəzi mübarizələr, çətinliklər, zorluqlar bitəcək və xüsusən də evlilik, ciddi münasibətlə bağlı problemli və negativ enerjilərdə çox daha ciddi bir şəkildə bitəcək və yolunuz daha açıq olacaq. Saturnun 8-ci evinizə keçməsi isə başqalarından gələn pul ortaqlı işdən gələn qazanc, həyat yoldaşının maddi durumu, miras, borc, kredit, ruhsallıq, spiritualizm, cinsəllik, travmalar kimi mövzularla bağlı imtahanlar verməyinizə və dərinləşməyinizə, transformasiya yaşamağınıza ya da o mövzularda böyüməyinizə səbəb verə bilər. Əziz qız bürcləri, bununla yanaşı 2026-cı ilin bəzi xüsusi tarixləri var. Bunları sizlə bölüşmək istəyirəm. Belə ki, 2026-cı ildə həm güclü bir, belə deyək, 2026-cı ilə baxanda 6-sında gözəl bir enerji var. Bu, yanvarın 6-sında daha doğrusu. Bu dönəm manifest, sevgi manifesti üçün gözəldir. 8-i də seksual enerji olduqca yüksəkdir yanvar ayının. Yanvarın 20-si sevgi, eşqlə bağlı, transformativ bərk bir enerji var, xüsusən cinsəlliklə bağlı və yanvarın 28-i, 25-i, 26-sı, 27-si, 28-i
18 dönəmlər isə biraz daha sərt və travmatik enerjilər var. Ona görə ehtiyatlı olun. Bu ümumiyyətlə hamıya aid bir analizdir, yəni bu tərəfi iminli. Ona görə də bir amca ehtiyatlı olun. Fevral ayına baxandasa tutulmalarınız baş verir. Buna əlavə olaraq mart ayına baxırıq, tutulmalar yenə davam edir. Sizə çox kökündən və dərindən təsir edir. Fevral ayının 17-si spiritual çalışmalarla bağlı yaxşı bir vaxtdır sizin üçün. Yəni ümumiyyətlə hamımız üçün də yaradım və manifest üçün xüsusi enerjilər özünə görə var. Mart ayına baxanda mart ayının 19-u və 22-si ruhani enerji çox güclüdür. Manifestlər eləmək üçün əladır. Mart ayının 3-ü də rituallar, manifestlər və mart ayının 7-si də manifestlər eləmək üçün olduqca gözəldir. Aprel ayına baxdığımız zamansa aprel ayının 17-si həyatınızla bağlı gözəl başlanğıclar yaratmanız üçün gözəldir. Mart ayının, daha doğrusu aprel ayının 22-sindən 28-nə qədər olan ərəfə kişilərdən bağlı travmatik və sərt enerjilərdir. May ayına baxanda may ayının əqrəb dolunayının olduğunu görürəm. Mayın öncəsi seksual cinsi olaraq enerjilər güclüdür və buna əlavə olaraq yaxın çevrə, qohum-əqrəbə, qonşular da sizdə gündəmə gələ bilər. 14-ünə baxandasa dilək diləmək üçün yaxşıdır. İyun ayının 9-u sevgi, eşq, pulla bağlı şanslı bir gündür. İyun ayının 26-sı biraz daha kişilərlə bağlı, yenə xəyal qırıqlığına meyilli, o ərəfələr kişilərlə bağlı problem ya da xəyal qırıqlığına meyilli bir dönəmdir. Avqust ayının 27-si dilək diləmək üçün gözəldir. 28-i manifestlər üçün əladır. Oktyabrın 24-ü eşq, sevgi ilə bağlı ən güclü enerjili günlərdən biridir. Bu dönəmlərdə, bu günlərdə bol-bol qəşəngcə sevgi, eşqlə bağlı ritual edə bilərsiniz. Noyabrın 4-ü diləklər, arzular üçün sizin üçün də ekstra xüsusi bir gündür. Çünki sizi idarə edən Merkurinin günəşlə qovuşumudur. Və bundan əlavə dekabr ayının 11-i olduqca dəstəkləyicidir. Dekabr ayının 24-ü də ümidlər, arzular, xəyallarınızla bağlı qapıların açılması üçün və rituallar üçün olduqca şanslı və gözəl ərəfələr olduğunu demək mümkündür. Bundan əlavə sırf siz əsasən də xüsusən də yüksələn bürcü qız olanlar, amma qız bürcüləri üçün ay bə ayda bir fikir bildirmək istəyirəm. Yanvar ayında əsaslı olaraq fokusunuz iş həyatı və sevgi olacaq. Sevgiyə daha çox yönələ bilərsiniz yanvar ayında. Bundan əlavə yanvar ayında həm də bol-bol işləyə bilərsiniz. İşdən yana şanslı enerjilər var. Fevral ayında isə biraz enerjiniz yüngüldən düşə bilər. Amma yəni fevral ayında da okeydir və fevral ayının axırlarına doğru daha duygusal, həssas, emosional ola bilərsiniz. Fevralın 20-sindən sonrasa yəni təxminən o ərəfələrdə marta qədər, belə deyək, mart ayının 20-sinə qədər eksləriniz qayıda bilər, köhnə sevgiləriniz qayıda bilər ya da sevgi, eşq münasibətlərlə bağlı bəzi mövzular bol-bol gündəmə gələ bilər. Bu mövzuda üzləşmələr yaşana bilər. Mart ayına baxanda mart ayında 6-sında məsələn sizin seksual enerjiniz yüksəlir, amma münasibət cəhətdən fevral və mart əla aylar deyil. Gündəmə gələr bol-bol, amma əla aylar deyil. Martın axırına doğru daha yaxşıdır sizin üçün, daha dəstəklənəndir. Xüsusən də martın 30-undan sonraki ərəfə səyahət etməklər üçün möhtəşəmdir, xaricə getmək üçün möhtəşəmdir. Bir də mart ayında sizin öz bürcünüzdə tutulma baş verir, ay tutulması baş verir. Bu da böyük, güclü təsir göstərəcək sizə. Aprel ayına baxanda, aprelin 9-dan sonra seksual enerjiniz çox yüksəlir. Aprel ayının 24-ündən sonraki dönəmdəsə karyeraya, işə, gücə, pula daha çox yönələ bilər ya da bu barədə uğurlar qazana bilər, qadınlardan yana dəstəklənə bilərsiniz. May ayına baxdığınız zamansa xaricə getmək, səyahət etmək üçün olduqca gözəldir. Səyahət mövzularında may ayının 18-dən sonra biraz ehtiyatlı olun. Müəyyən qədər zorluqlara, mübarizələrə daha açıqdır. May ayının 31-i və mayın sonu, iyunun əvvəli isə ev, ailə, yuva mövzuları bol-bol gündəmə gələ bilər. Bəlkə ev dəyişmək, evlə bağlı bir şeylər üçün dəstəklənən bir vaxtdır. İyun ayına baxanda 13-ündən sonra sevgidən yana şanslı bir dönəm olmasa da xəyallarınız, arzularınız daha tez gerçəkləşə bilər, manifestləriniz daha güclü tuta bilər və iyun ayında dostlarınızla bol-bol zaman keçirdə bilərsiniz. İyun ayında karyera, işə, gücə, maddiyyata da bol-bol yönələcəksiniz. İyunun 28-dən sonra karyerada müəyyən mübarizələr ola bilər. Elə iyun ayının 30-da Yupiter 12-ci evinizə keçir. İyul ayından etibarən ruhani enerjiniz çox güclü olacaq və diləkləriniz daha tez qəbul olacaq. İyul ayının 9-undan etibarən çox şanslı və gözəl bir dönəmə girirsiniz. Şans sizdən yana olacaq. Sadəcə Merkur retrosu var deyə biraz problemlər ola bilər, amma daha çox sevgi və pul həyatınıza gələcək. Amma yəni də Merkur retrosu var deyə çox böyük risklərə girməyə ehtiyac yoxdur. Dostluqlarla bağlı çətinliklər ola bilər. Avqust ayına baxandasa avqust ayında həyatınızın əsaslı gündəmləri iş, pul, maddiyyatdır. Tutulma 7-ci evinizdə olacaq. Ola bilər avqust ayında ciddi münasibət, evlilik kimi mövzular daha bol-bol gündəmə gəlsin. Sentyabr və avqust ayında. Sentyabr ayında baxdığımız zaman isə özünüz görünüşünüzlə bağlı nələrsə dəyişdirə bilərsiniz. Fevralın sentyabr ayında özünüzü güclü, enerjinizi yüksək hiss etdiyiniz gözəl dönəmlərinizdə olacaq, əziz qız bürcləri. Bundan əlavə oktyabr ayına baxırıq. Sentyabrda güclü və pozitiv
enerjilər var. Oktyabrda həm pul bol-bol gündəmə gələcək, həm də xaricə getmək üçün ya da təhsil, din, belə mövzular gündəmə gələ bilər. Noyabr ayında pul barədə bir damcı mübarizələriniz ola bilər, nisbətən yüngül çətinlikləriniz ola bilər. Noyabrın 25-dən sonra idmana yönəlməyə ya da sportiv aktivitetlərə yönəlməyə daha meyillisiniz. Dekabr ayında da bol-bol karyeraya dekabrda karyeraya əmin deyiləm, amma dekabr çox qarışıqdır. Çünki dekabrda hər şeyi təcrübə edirsiniz. Dekabr ayında yaxın çevrəniz, ailə, nə bilim, sevgi, bir çox şey gündəmə gəlir. Amma genel olaraq ən yaxşı vaxtlarınız Merkur retrosunun olmadığı vaxtlardır xüsusən sizin üçün və bundan əlavə sentyabr aylarında da çox iddialı və güclü enerjilər var sizin üçün. Yəni ki, 2026-cı il sizin üçün maraqlıdır, yaxşıdır, güclüdür, dəyişdirici və transformativdir. Arzulayıram ki, 2026-cı il ən yüksək xeyrinizə xidmət eləyər. Mütləq yüksələn burcunuzda qulaq asın, ən yüksək xeyrinizə xidmət eləsin, sevgi və işıqla qalın.